Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, əziz kanalımızdan minnətdarlıq, xoş gördük hər birinizi. Yeni Yasamalda yeni satışa çıxan bir mənzildən hamınızı salamlayıram. Bu günləri 308 nömrəli məktəbin yanında 12 mərtəbəli yeni tikili qazı qupçalı binanın 5-ci mərtəbəsindəyik. Burada sizlərə bir otaqdan 2 otağa düzəlmə, qupçalı, təmirli, əşyalı bir mənzil təqdim edəcəm. Videodan da göründüyü kimi hal-hazırda mənzilin qonaq otağı hissəsindəyik. Qonaq otağında ümumiyyətlə mənzildə gördüyünüz bütün əşyalar hamısı qalacaq. Qiymətə daxildir. Qiymət haqqında da videonun sonunda məlumat verəcəm. Qonaq otağını görürsünüz, belə bir geniş, işıqlı qonaq otağımız mövcuddur. Burada pəncərə və burada isə eyvan hissə yerləşir. Daxil olaq buradan mənzilin eyvan hissəsinə. Eyvan hissəsi görürsünüz, balkon pəncərə ilə bağlanılıb. Burada qaz sayğacı bu şkafın içində kombi aparatı yerləşir. Həmçinin burada əlavə olaraq bir yay mətbəxi üçün yağlı iyli yeməklərinizi burada pişirmək üçün əlavə olaraq qaz peçi quraşdırılıb. Yenidən daxil olaq mənzilin qonaq otağına. Mənzilimiz 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Qanuni bir otaqdan 2 otağa düzəldilib. Burada giriş qapımız yerləşir. Giriş qapıdan daxil olduqda koridor hissəyə mətbəx yığılıb. Gördüyünüz kimi mətbəx mebeli, paltoyuyan, soyuducu, qaz peçi, aspirator hər biri quraşdırılmış şəkildədir. Sol tərəfdə belə bir oturmaq üçün masa və divandan istifadə olunub. Burada belə bir qardirob dolabı yerləşdirilib. Döşəmə laminatdır, silik sistemi kombidir, batareyalar otaqlarda yerləşdirilmiş şəkildədir. Sağ tərəfdə mənzilin sanitar qovşağı yerləşir. Görürsünüz, sanitar qovşağımız buradadır və lazım olan aksesuarlarla təmin olunmuş şəkildədir. Və burada sol tərəfdə isə mənzilin yataq otağı yerləşir. Yataq otağımız da gördüyünüz kimi kifayət qədər genişdir. Əslində bura mətbəx hissə olub, sadəcə 2 otağa çevrildiyi üçün mətbəx hissəni koridora yığaraq buranı geniş, işıqlı yataq otağı edilib. Gördüyünüz kimi buradan da binanın həyətinə baxışı var otağın. Mənzil haqqında ümumi məlumatı keçin. Mənzilimiz yerləşir Yeni Yasamalda, Əsəd Əhmədov küçəsinin üstündə 308 nömrəli məktəbin tam yaxınlığında 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Qanuni bir otaqdan 2 otağa düzəldilib. 60 kvadrat müsahibədən ibarətdir mənzil. Sənədlər tam qaydasında, qupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə, həm də dövlət ipotekası yolu ilə ala bilərsiniz. İpotekası təsdiqlənmiş şəxslər də buyurub müraciət edə bilərlər. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın geniş həyəti və 2 sürətli lifti mövcuddur. Mənzilin qiyməti 140 min manat. Start qiymətli real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirtmək mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.